Mənfi Hə, səriyə nə ola bilər? -7. Əla. Yo, əla da deyirəm. Yo. 1. -1. -1. Bəli, -1 olacaq. -1. Niyə görə? -7 olsa, bu -3 eləməliydi axı. 7-dən üstünə 4 gəndə -3 qalacaq. Amma -1 oldu ki, -1 ilə 4-ü toplayacaq, -3 qalacaq. Aydındır? Bəli. Sonra görə tapşırığa baxaq, bir dənə görək nədir orta başda. Hə, belə bir dənə tapşırıq var burada. Gəlin, bu nə idi? Gəlin bu tapşırıqlara baxaq. Baxayım, bir dənə buranı gəldim. Olar. Çox gec olmasın. Hə. Belə bir tapşırıq var. Bir dəqiqə. 2 A B üstü -3 vurulsun 5 A üstü 2 -2 B. Belə bir tapşırıqdır. Sizcə yazın, sizə 2 saniyə kimi, 1 dəqiqə kimi verirəm, belə deyək. Yazın görək siz nə cavab alacaqsınız. Aldınız cavabları. İndi yazıram cavabları. Görək kimlər eyni alıb. Seyit görüntü açıq olsun da. Hamının fikri buradan. Bərabərdir. Əvvəlcə, yəni rəqəmləri bir-birinə vururam. 2, 5-in 10 yazdım bura. Sonra keçdiyim A'ların, birinci A vurmadı deyə A'ları toplayacağım. A üstü, bunun üstündə 1 var da bilirik. A üstü 1, üstə gəl, -2, -2. Vur, B üstü, -3, üstə gəl, B. B nədir? 1. B'nin də üstündə burada 1 var da, 1. Bərabərdir. 10. Əslində mən bunu açıq şəkildə yazıram. Açıq şəkildə yazmaya da bilərsiniz. Tam bilirsiniz. Məsələn, yazacaqsınız A üstü. 1-in üstünə -3 gələn deyəcək -1. B üstü, -3-ün üstünə 1 gələn deyəcək -2. Bu da bərabərdir. Bu da bərabərdir. 10-da. Əslində bu 10-da eləmir. 10 yuxarıda olur. 10 yuxarıda olur. A, B kvadratı olacaq. Çünki A'nın üstünə 1, elə A'nın üstünə 1 olacaq. B'nin kvadratı, B'nin kvadratı məxrəcə düşəcək. 10 isə sürətdə qalacaq. Kimlər belə almışdım? Belə alanlar. Bir dənə gözləyim. Burada bir hissə var. O hissəni bir dənə aydınlaşdırım. Bir dənə o hissəni aydınlaşdırım. Burada uşaqlar, burada. Bu 10 da gələcək. 10 da gələcək. Niyə görə gələcək? Deyəcəm. 1 olacaq. Niyə görə gələcək? Çünki bu vurmadır deyə və bu bütöv aiddir. Bütöv aiddir olduğuna görə bütöv gələcək aşağı. Sürətdə ancaq 1 qalacaq. Bu formada olacaq əslində.
Bir dənə də buna aid tapşırıq yazıram. Yəqin ki, kayıt gedirdim. Buna aid. Bəli. Fərqli format. Deməli, məsələn, 3 üstü mənfi 2 vur 5 üstü mənfi 3 bölünsün 15 üstü mənfi 3. Uşaqlar, artıq siz aşağı sinif belə deyirsiniz. Yəni, sizə hamısını hazır formada verə bilməz. Fikirlər burada olsun, yazmayın içinə. Deməli, bunu nə edirik? Bunu birinci parçalayırıq. 3 üstü mənfi 2 vur 5 üstü mənfi 3. Bu qalır yerində. Burada 15'i aşağıda yazıram. 15'i yazıram 3 vur 5 kimi. Üstündə də mənfi 3 kimi. Bu mənfi 3 15'in bütövi aiddir axı. 15'i də parçalayıram 3 vur 5 kimi yazıram. Niyə görə? Çünki yuxarıda bir 3'dən danışıb, bir də 5'dən danışıb. Ona görə. Əgər 1 və 5'dən danışsın, 15'dən danışsaydı 1 vur 15 kimi yazardım. İndi burada nə yazıram? 3 üstü. Çünki bu 3 bir də buna da aiddir. Bir dəfə də buna. Vurulsun 5 üstü mənfi 3. Bildiniz mi? Bəli. Digər şagird adı yadımdan çıxır, Jale adı ilə qoşulan. Bildim. Hə. İndi bu hissəsini silirəm. Bərabərdir. Bərabərdir. Artıq başlayıram nəyə? Bu bölmə kəs. Bölmədir də. Bölmədirsə 3 üstü mənfi 2-dən çıxıram mənfi 3'ü. Mənfi 3'ü. Niyə görə? Çünki bölmədə çıxma olur. Bu çıxma ilə mənfini qatmayın. Vurulsun 5 üstü mənfi 3 ilə çıxıram mənfi 3'ü. Bərabərdir. 3 üstü olur. Bu mənfi 2 üstə gəl 3. Vurulsun 5 üstü olur. Mənfi 3 üstə gəl 3. Bu da bərabərdir. Bu da bərabərdir. 3 üstü 1 vurulsun 5 üstü 0. 5 üstü 0 nə verir mənə? 1 verir də. Yox, 5 üstü 0 1'dir. 3 üstü 1 nədir? 3'dür. 3'ü də 1'ə vuranda eləyəcək cavabımız 3. Sualı olan var? Yox, peki. Tamam. Keçdik indi nəyə? İndi növbəti mövzuya keçəcəyik. Növbəti mövzu yadınızdadırsa 7-ci sinifdə tərtibə aid bir dənə tapşırıq çıxmışdı. O tərtibə aid də mən izah edib qaydasını da atmışdım sizə. Yadınızdadır həmin hissə. Tərtib. Deməli, onun indi görüm qalıbsa yenidən verəcəm. Qrupa. Görüm qalıb. Qalıbsa təsirə baxarım, ataram. Deməli, fikriniz burada olsun. Məsələn, hər bir ədədimiz, fikrim burada. Hər bir ədədimiz uzun yazıla bilər. O uzun yazılan ədədi qısaldırıq. Məsələn, necə qısaldırıq? Tutaq ki, belə deyək. Tutaq ki, bir dənə rəqəm götürürüm. 137.000 deyək. 137.000 bərabərdir. Bunu yazıram necə? 1/37, yəni ən kiçikdən yazıram da 1/37 vurulsun 10 üstü 5. Niyə görə 5? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə. Yəni 5'ə vursam bu 137.000 eləyəcəkdir. Ona görə 10 üstü 5 kimi. İndi düşünün. Məsələn 250'ni
bərabər nə yazacağam? 2 tam onda 5 vurulsun 10 üstü neçə? Bura kimi gələnə kimi neçə dənə gələcək? 2. 10 üstü 2. Məsələn, 148, 2 dənə də 0 deyək, 14800 bərabərdir 1 tam 100%48, 1 tam 100%48, vergülə kimi neçə dənə? Neçəyə vuracam? 10 üstü 4. 4. Aydındır. Məsələn,